Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 Avropa Şurası Parlament Assambleyası üzvləri kimi Assambleya Prezidenti Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib. Sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Şurası Parlament Assambleyası Prezidentinin Azərbaycan əleyhinə fikirlərinə münasibət bildirərkən deyib. O bildirib ki, Rusopulos Azərbaycana soxularsa rədd ediləcəkdir. Qeyd edək ki, Teodoros Rusopulos Alfa News qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə iddialar səsləndirib. Avropa Komissiyası Cənubi Qafqazda gedən proseslərə müdaxilə edir. Bu hal qəbul edilməzdir. Nəzərə alınmalıdır ki, regionda bir çox mega layihələr Azərbaycan, Türkiyə və Gürcüstan vasitəsilə imza atılıb. Bu həm nəqliyyat, həm də enerji sektorunu əhatə edir. Azərbaycan Avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanlar yaradıb. Bura Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin Azərbaycanın Ələt limanı daxildir. Lakin Avropa nəqliyyat tranzit imkanları haqqında deyil, yalnız sərhədlərin açılmasından danışır ki, bunun da Avropa Komissiyasına aidiyyatı yoxdur. Cənubi Qafqaz regionunda bütün mega layihələrə Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə imza atılmışdır. Bu həm nəqliyyat, eləcə də enerji sektorunu əhatə eləyir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub qaz dəhlizinin əsas segmentini təşkil eləyir. Bakı-Tbilisi-Qars dəmir yolu böyük bir coğrafiyada yük daşımalar üçün mühüm amildir və geniş anlamda Şərq və Qərb, eləcə də Mərkəzi Asiya ilə Avropa arasında olan bağlantılarda bu avtomobil dəmir yolu şəbəkəsi müstəsna əhəmiyyətə malikdir. Avropa Komissiyasının Gürcüstanın daxili işləri ilə bağlı mövqeyi də ürəkaçan deyil. Belə ki, Gürcüstanın müstəqilliyi və suverenliyi önəmlidir və Avropa İttifaqı bu prinsiplərə hörmətlə yanaşmalıdır. Siyasi şərhçilər deyir ki, onların Gürcüstana müdaxilə etməklə öz siyasi ambisiyalarını həyata keçirmək niyyəti fiaskoya uğrayacaq. Belə radikal düşüncədən çıxış etmək əlbəttə ki, yol verilməzdir. Avropanın enerji təhlükəsizliyi, eləcə də nəqliyyat, logistika əlaqələrinin formalaşdırılması yeni dünya trendlərinə uyğundur və burada da Gürcüstan fəal iştirak edir. Eyni zamanda Gürcüstanın həm daxili infrastrukturu, limanları və digər bütün sahələrdə modernizasiyada icra edilməkdədir. Bu da əlbəttə yük aşırmanın həcmini bir qədər də artırır, ticari, iqtisadi ilişkilərə müsbət töhfə verir və əməkdaşlıq daha da möhkəmləndirilir. Azərbaycan Cənubi Qafqazın daxili işlərinə qarşılmasını qəbul etmir və region dövlətləri ilə münasibətlərini düzgün nizamlayır. Geniş miqyaslı layihələrə imza atır. Eyni zamanda rəsmi Bakı Avropa Komissiyası və Avropa təsisatları ilə yaxşı əlaqələrə malik olmaq istəyir. Lakin öz maraqlarını heçə saymaq hesabına yox.